Necə başlayacaq cümləni? Əla, birinci sözü deyəcəm. Elşən. Elşən mənim adım. Hə, lap yaxşı. El, ürəyində hərflə yaz. Böyük ev çox şükür da belə bir köməklik eləyim. Mən bilirəm. Hə. Axırda sağ. Elşən. Vaxtında yaz, tez yaz. Elşən yoxsa Elşən? N. Elşən. Elşən yazdıq. Elşən. Danışma yaxşı, atanadın yoxdur. Elşən yazdıq. El hecasından sonra şən hecasını birləşdirdik ona. Oldu elşən. Tələsmə Yusuf, xatırla fikirdə səlqən olsun. Dalaşmırıq oradakı qardaş. Elşən yazdıq. Elşən dedim. El hecasına şən birləşdir də, şən. Elşən. Yazdıq elşən. Əlisin, aralı dur, kömək eləmə. Hərə özünə baxır. Kim səhv yazırsa müəllimi ona baxacaq. İndi yeni söz. Altay görə işlənirsən balam. Gəl sən otur mənim yerində yaz. Mənim yerində yazırsan. Dur ki mənim yanıma işlənmə. Dur ki balam. Dur ki müəllimin yanıma. Bu qaqaş səndən nə istəyir mən bilmirəm də. Özə bu gündələr götürsün müəllimə. Gəl bura. Ay sağ ol balam. Otur burada. Geç. İçəri geç. Rahat. Başladıq. Elşəndən sonra o biri sözü deyirəm. Necə yazacağım? Bəli, kiçiklə. İndi bax sözü bütöv deyirəm. Yorğun. İndi birinci heyecan. Yor. Məhəmməd Əli. Yor. Yorğun dedim. Yor hecasını yazırıq. Yor. Bəli, başında xəta olandır. Yor. Elşən. Diqqətli ol Şəmsi. Yorğun yazdıq. Ğun. Yordan sonra ğun. Yazdıq uşaqlar. Afərin. Davam eləyirəm. Davam eləyim. Yorğun. Ğun da birləşdirdik ona. Ğun. Ğu başında quş olandı. Otur Şəmsi. Ay sağ ol. Əla. Yorğun yazdıq. Əla. İndi davam eləyirəm. Yanında yenə yazacağım. Necə yazacağım yanında? Bağlaca ilə. İdi. Görün necə asandır. 3 hərfli. İdi. İdi. 3 hərfli. Ay sağ ol. Afərin quzuma. İdi. Cümlə bitəndə nə qoyacağım uşaqlar? Qoyduq nöqtəmizi. Sakit oluruq biraz, qışqırmırıq. Nöqtəmizi qoyduq. Davam edirik. O. Necə başlayacağım cümləni? Bir dənə böyük, bir dənə böyük o yaz, sonra vergül qoy. Bir dənə böyük o yaz, nöqtədən sonra cümlə bitir. Nə? Yerlənmə stolu. İyidir nöqtə. İndi o yaz, Turgut, o yaz, böyük o. Böyük oldan sonra vergül qoydu hamı. İndi o bir sözü deyirəm. Qulaq as. Məhəmməd Əli, oğlum, hər öz dəftərinə baxır. O bir sözü deyirəm indi. Nə? Yanında yerim var, yanında yaz. Nə? O, vergül. Divanda, di hecası. Van, divan, da hecası. Bəli, əlbəttə balaca ilə. O, vergül, divanda. Əvvəlcə di hecası, di-də nə işitdin bir daha di. D-i, sağ ol. D-i nə yazırsan? Sonra van, vanı birləşdirirsən diyə, elif. Van, da. Divanda yazdıq. Kimdən gəldi o? Altay, o nə səs də çıxardırsan, oğlum? Dəstəli səs çıxardarlar balam. Ay, yox, düz otur stulda balam. Divanda yazdıq ama. Uşaqlar yazandan sonra özünüzü yoxlayın. Bir dənə qəşəng hərfin özünüz üçün görüm doğrudan da o sözü yazmısınızmı müəllimə deyəni? Balam, istədiyə çərirsən. Bu niyə çıxartmırsan? Çıxart bunu. Aç. Tez ol. Aç. Özdə divan, tregoy, aşağı düş, daha yaz. Tregoy orada. Turgut. Tregoy. Defiz. Tut demədim, oğlum. Yazdırıq, Həsən əl, çatdırmıyorsan, əyləmiş. Divanda yazdıq. İndi o bir sözü deyirəm. O bir sözümüz. Oturdu. O, balacayla. O.
O. Tur. O'dan sonra tur. Tur. Ur. Otur. Otur. Belli bak. O. Hərfləmə deş. Yox, oturdu. 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 Oturdudan sonra ne olacaq uşaqlar? Cümlə bitdi. Ne olur? Bəli. Musa gətirmə ya oğlum. Müəllimə axırda yox. Əli şaxada baxacaq müəllimə. Oturdudan sonra ne koydum? Nöqtə. İndi necə başlayacağım? Yeni cümlə böylə başlayır. Yazırıq. Nə? Oturdu da. Oturdu. Ne yazdın balam orada? R yaz. Ay sonra R. İndi du yaz. Du. Ay sen U da yaz da. Du deyirəm axı sənə. U. İndi nöqtə. U dedim A yazdım. Nöqtə qoyduq indi yeni cümlə. Birdən yerin yoxdursa altdan yaz. Birdən necə yazacaq uşaqlar təzə cümlə? Böyle. Yerin çatmalı düş aşağı. Bir dəqiqə dayan da alta icazə ver. Yerin bitdisə aşağı düşürsən. Bitməzsə qarşısında. Böyük hərflə birdən bir. Cümlə bitməyir qızım. Nöqtə qoy sonra. Bəli. Birdən. Bəli. Böylə. Birlikdə birdən. Birdən. Əvvəl deyirəm bir. Sonra deyirəm dən. Heycaya bölürəm də sizin üçün. Siz niyə xor dərs edirsiniz? Birdən. Hədə axırın onanda birdən. Yo, birdən sözü bitişiydi. Mən hecaya bölürəm sənin. Çünki sən rahat yazasan. Birdən yazdıq. İndi yaxşı elədim balam. İndi yenə balaca nə yazacaq? Çünki cümlənin ortasında birdən yazırıq uşaqlar. Necə yazacağam indi cümlənin ortasında? Aysa, çünki adam adı deyil. Pərdə, pər, 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 pərdə. Pər, 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 pədə yox, pərdə dedim mən. Rısanı, Turgut. Yaxşı, heç kəs görməsin. Axırda görəcəyik. Birdən pərdə. Pərdə yazdıq amma. Bana öz dəftərə bax qızım. Ortada belə quş qoy, rı da yaz. Pərdə yazdıq amma. Əla. İndi o bir sözü deyirəm. Tərpəndi. Tər hecası balaca ilə. Tərpənd. Birinci tər. 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 Birinci tər. Yox, bir dənə tər. Sonra pən. Tərpən. Ay, sağ ol qızım. Bitti. Aferin. Tərpəndi. Axırda di. Tərpəndi. Turgut, diqqətli ol. Hərflə özün üçün hərf səhvin çıxmasın. Tərpəndi yazdım, nöqtə qoydum. Cümlə bitdi. Tərpəndi. Nöqtə qoydum. Şəms yazdım. Bəli, böylə başlayacaq. Yeni cümlə necə yazacaq indi? Böylə. Yazacaq. Məstan. Nöqtə qoy, indi böyük. Tərpəndi nöqtə qoy, indi böyük cümləyə. Məstan. Uşaq, məstan nə adıdır? Ay, sağ ol. Tan. Ne oldu Rıza? Qələmə bitti. Hə. Məstan. Ən axırda n-dır, r deyil. Məstan. Tan. Rüsal yaz ha. Məstan yazdıq. İndi davam edirik. Tez oldu balam da. Bir saate yazdım. 6 ders sözü bir saate yazdım. Demə aynı hərəkət. Məstan. İndi aralı yazacaq, təzə söz. Pərdəni, pər. Bayaq pərdə yazmışdınız ha. Pər. Elif, pər. 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 Dəni. Niyə qışqırırsan ki oğlum? Yerin qalmadı, geç oysun. Oysun, hə, geç oysun. Pərdəni. İndi aralı yazırıq balaca ilə. Dartırdı. Dartırdı. Pərdəni yazandan sonra ayrı yazırsan ki dartırdı. Niyə aralı? Bitişik. Bax, pərdəni yazdım, pərdəni. İndi aralı yaz, bax, qışqırma da. Aralı balaca ilə. Dartırdı. Dartırdı. Ayı yox, arı. Ayso, dartırdı. Aferin oğluma. Lütfen düz. Nöqtəsini də qoy balam.
Baxacağam qızım. Dartırdı, nöqtə qoydu hamı. Əla. İndi yeni cümləni deyim bir daha, sonuncu cümləmizdir. Necə başlayacağım? Dartırdı, nöqtə. Cəldi ol balam. Dartırdı. Qaçın qoy qurağa. Tələffüz olunca inşallah tez nöqtə qoy da qızım. Dedim axı nöqtə qoy. Dartırdı, nöqtə. İndi yeni cümlə necə başlayacaq? Yaz. Elşən. Böyünə. Yerim var. Yaz. Elşən. Yenə Elşən. Hə qızım, yenə. Elşən. Bəli, Elşən. Şən yaz. Yox, Elşən deyil qızım o. Elşən. İyi olmur. Elşən deyil, Elşən. İyi yox. Elşən. Elşən. Hamı yazdı. İndi aralı balacayla. Aralı yazdıq balacayla. Ayağa. 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 Elşən ayağa. Elşən yazdı. Ne? Elşən dedim mən. Elşən ayağa. Ayağa yazdım. Ayağa. Bəli, durdu. Hə, aralıda durdu yazacaq. Ayağa yazdın. Ayağa. Hə, də bayaq dediydi. Ayağın sal çəyəri alçaq. Ayağa. Ayağa. Durdu, nöqtə. Durdu, nöqtə. Hamı yazsın, stolun üstünə qoyub sonra yeməyə başlasın. Ayağa. Sonra aralı durdu. Durdu. Gözlər rıza bir dəqiqə. Ver mənə, mənə ver. Mənə ver. Durdu, nöqtə. Durdu, nöqtə qoy. İndi dur. Ay, sağ ol. Sən də dur indi ayağa. Ay, sağ ol. Dəftəri mənə ver. Çox uzaq aparsan. Gəlmə qiymətləndirəcək.